Fəsil 11. Sona bir şeyi unutmuşdu. Sabah səhər, saat 7-də Samirənin telefonu zəng çalacaq. Elə bir vaxtda ki, Samirə hələ yataqda rahatca uzanıb, yay tətilinin son günlərindən zövq alırdı. Erkən durmağa, işə qaçmağa ehtiyac olmayan o şirin günlərdən. Deyirsən? Sonanın səsi təcili, güzəştsiz səsləndi. O mənə çox xoş gəlir və o boşanıb. Samirə qısa dedi və elə həmin anda gözlərini yumdu, sanki sual yağışına hazırlaşırdı. Sonanın sonsuz sürətli sorğu-sualı bitib telefon qapanan kimi cihaz yenə titrədi. Yeni mesaj, Rüstəmdən. Ayselin dəvəti hələ də qüvvədədir. Kitab mağazasına gedək, sonra da üçlük axşam yeməyi. Nə deyirsən? Samirə gülümsədi. Demək olar ki, uşaq kimi. Sonra asta-asta cavab yazdı. Məmnuniyyətlə. Ardınca dərhal yeni mesaj gəldi. İşdə görüşərik. Təxminən 1 saata. Samirə artıq gülə-gülə yazdı. Parking birinci gələnindi. Rüstəm ekrana baxıb ucadan güldü. Razıdır, deyə o Ayselə tərəf çevrildi. Ura, mən ona o qədər şey danışmaq istəyirəm. Aysel sevinclə qışqırdı. Onda gəl şəhzadəm, nənən artıq gözləyir. İşdən sonra səni götürərəm. Aysel'i anasının yanında qoyub çıxanda Rüstəm yenə dünənki günü beynində fırladırdı. Uzun zamandır özünü belə sakit, belə rahat hiss etməmişdi. Samirə ilə nə qədər asan idi. Özünün də xəbəri olmadan ona hər şeyi danışmışdı, Samirə isə maraqla dinləyirdi. Hətta Nərminin ortaya çıxması da günlərini korlamamışdı. Rüstəm dünən onların arasında dayananda Nərminin Samirəyə atdığı qiymətləndirici baxışları görmüşdü. Amma eyni anda fərqi də görürdü. Gözəl, amma süni, soyuq bir parıltı və qarşısında isə səmimi, isti, canlı Samirə. Öz-özünə inana bilmirdi ki, necə kör olmuşdu, o göstərişli gözəlliyə aldanmışdı. Ayselin Samirə barədə soruşmasına sevinirdi, ona yenidən dəvət üçün bəhanə vermişdi. Ofisin parkingində tanış Peugeot'u görəndə Rüstəm gülümsəməsini saxlaya bilmədi. Hətta ucadan güldü. Onun öz yerində Samirənin maşını artıq ənənəyə çevrilirdi. O gün Rüstəmin diqqəti dağılırdı. Samirənin səsi, katibə ilə gülüşü, Aləkbərin zarafatına çevik cavabları, Zamini dinləyə-dinləyə başı ilə təsdiqi, hər şeyini eşitmək, görmək istəyirdi. Tez-tez bəhanə tapıb kabinetinə girirdi, güya bir ifadəni anlamayıb, güya printerla bağlı kömək lazımdı, güya sadəcə yanından keçirdi. Bilirsən, iş qaçmır axı, amma biz qaça bilərik. Samirə monitorun arxasından gözlərini qaldırdı, qaşlarını azca qıyıb ona baxdı. Qaçmaz, amma öz-özünə də yox olmaz. Əvvəl iş, sonra əyləncə. Yadındadır? Rüstəm də qaşını qıydı. Düzünü desəm, indi yadıma düşən tək şey qızıma verdiyim sözdür və onu yerinə yetirməyə səbrim çatmır. Samirə nurunu çəkib gülümsədi. Mən bunu sənə xatırladacam. O bütün kitab mağazasını alsa və mən də ona kömək etsəm. Rüstəm güldü. Yaxşı, təslim oldum. Biraz da belə getsə, bura niyə girdiyimi tamam unudacam. Məncə sən elə əvvəldən də bilmirdin. Samirə ona baxmadan yazmağa davam edərək sakit dedi. Rüstəm razılaşdı. Amma indi bilirəm, yenə gəlmək istəyirəm. Samirə barmaqlarını klaviaturada bir an saxladı, sanki nəsə fikirləşirdi. Sonra yenə yazmağa başladı. Dodağının kənarında kiçik bir təbəssüm. Onda mən sabaha kimi işi qurtarmaram. İşarəni aldım. Rüstəm ciddi görkəm alıb geri çəkildi, amma gülümsəyən Samirədən gözünü çəkmədi. Kitab mağazası onları yumşaq işıqla və təzə kağız qoxusu ilə qarşıladı. Aysel içəri girən kimi atasının əlini buraxdı və rəflərin arasında əriyib yox oldu. Bax belə, Rüstəm ümidsizliklə pıçıldadı. Tam dolu səbətə hazır olaq? Səncə o qədər kitabı daşıya bilərik? Yox, amma o yenə də cəhd edəcək. Bura, bura! Aysel balaca burulğan kimi gəlib Samirənin əlindən tutub uşaq kitabları olan uzaq rəfə çəkdi. Bax, bunlar tapşırıqlıdır. Bunlar mehriban hekayələrdir. Ay, bu kitabın səhifələri qapı kimi açılır. Samirə onunla birgə əyilib, rəngbərəng üzlüklərə baxdı. Maraqla başını tərpətdi. Amma papa yalnız birinə icazə verib. Biz isə baləcə bir hiylə işlədəcəyik. Samirə göz vurub pıçıldadı.
Biraz sonra Aysel ciddi görkəm alıb, geri qayıdıb 2 uşaq kitabını Rüstəmə uzatdı. Hazırıq. Müqavilə belə idi. Hər kəsə bir kitab. Buyur. Aysel sevinclə hoppanıb düşdü, Rüstəm isə gülə-gülə əllərini qaldırdı. Təslim oldum. Deyəsən evdə bir rəf də lazımdı, deyə Rüstəm gülərək dedi. Ya da bir otaq, Samirə gülümsədi. Günün qalan hissəsi də eyni şən tonda keçdi. Onların hamısı üçün ev rahatlığı yaradan bir atmosfer. Aysel Samirə ilə oxuduğu və oxumaq istədiyi kitabları müqayisə edir, məktəbdə haqqında soruşur, 1-ci sinifə getmək ərəfəsində həyəcanını paylaşırdı. Samirə isə həvəslə danışırdı. Məktəbə getməyin necə gözəl olduğundan, müəllim həyatından gülməli epizodlardan, özü şagird olanda başına gələnlərdən. Rüstəm onları sakitcə izləyirdi və düşünürdü. Əsl Xailə elə belə görünməlidir. Onun həmişə arzuladığı kimi, həm özü üçün, həm də qızı üçün. Samirə Rüstəmin baxışını tutub azca qızardı, sanki onun fikrini oxuyurdu. Sonra yenə Aysellə söhbətə qarışdı. Samirə evə qaydanda işığı yandırmadan qapını səssizcə örtdü. Çox gec değildi, amma bilirdi ki, valideynləri artıq dincəlirlər və narahat etməyə ürəyi gəlmirdi. Gəl qızım, biraz danışaq. Samirənin anasının səsi zaldan gəldi. Zənfirə xanım kitabı kənara qoydu, eynəyini çıxardı və qızına diqqətlə baxdı. Samirə ah çəkdi. Özünü iş görüb yaxalanmış məktəbli kimi hiss edərək içəri keçib qarşısında əyləşdi. Danış. Sənin Sonayla pıçıldaşmandan başa düşdüm. Nəsə olur. Samirə hər şeyi danışdı. Parking hekayəsini, Ayseli, Nərmini. Zənfirə xanım sustu. Nə bölmədi, nə də emosiyasını göstərdi. Axırda dedi. Səni istəyən, səninlə evlənmək istəyən bu qədər oğlan varkən, sən boşanmış, uşaqlı bir kişini seçdin? Əsəbi halda otaqda vəlgəl etdi. Başa düşürsənmi nəyə girirsən? Keçmiş ərvad, qız üstündən qarışacaq, uşağı sənə qarşı doldura bilər. Bu nə dərəcədə ciddidir? Samirə dərhal cavab vermədi. Sonra sadə və aydın dedi. Ana, o mənə çox xoş gəlir. Mən bunu necə izah edim bilmirəm. Amma onun yanında mən elə özüm oluram. Mənə onunla rahatdır, sakitdir. Aysel isə möcüzədir, isti, ağıllı bir uşaqdır. Zənfirə xanım dayanıb ona baxdı. Hələ gec deyil, bunu burax. Gəl səni Nailənin oğlu ilə tanış edim. Çoxdan sənə göz qoyub. Ya da Fəridə şans ver. Hələ sənə baləcə it kimi baxır. Səbirlə gözləyir. Hə, Leyla mənə hər şeyi danışıb. Ana, Samirə əsəbləşdi. Səncə it gözləri məni xoşbəxt edəcək, ya da mənim zarafatımı anlamayan biri? Məni anlayan, dəyər verən insan lazımdır. Bəli, ideal insan yoxdur, amma mənə elə biri lazımdır ki, onun qüsurlarına ömür boyu dözə biləm. O da mənim qüsurlarımı qəbul etsin, məni dəyişməyə çalışmasın. Zənfirə xanımın səsi yumşaldı. Düşünəcəyinə söz ver. Mən sadəcə istəyirəm ki, sən xoşbəxt olasan. Bilirəm, ana. Samirə anasını qucaqladı. Duşdan sonra başına dəsmal doluyub, güzgünün qarşısında dayandı. Saçlarının yaş olmağı indi onun üçün önəmli değildi. Fikirləri uzaqda idi. Anasının narahatlığını anlayırdı. Amma içindəki əminlik də böyüyürdü. Rüstəm elə o adamdı ki, onun üçün stereotiplərə qarşı çıxa bilər. Hətta keçmiş arvadın gözəlliyini də görməməzliyə vura bilər. Nərmini xatırlayıb içindən ah çəkdi. Bu qadın necə bu qədər gözəl ola bilər? Sonra güzgüdə özünə baxdı. Sanki Rüstəmin onda nə gördüyünü tapmaq istəyirdi. Elə bu fikrin içindəykən Rüstəmdən mesaj gəldi. Bugün həyatımın ən gözəl günlərindən biri idi. Sənin sayəndə. Anladım ki, mənim hələ də həqiqi, tam bir ailə üçün şansım var. Sən necə düşünürsən? Samirə yazdı. Şübhəsiz, sadəcə əsas məsələ doğru qadını tapmaqdır. Ay aman, Samirə alnına vurdu. Bu eyham kimi çıxdı. Ekranda dərhal cavab göründü. Məncə artıq tapmışam. Samirə ilk dəfə idi ki, nə yazacağını bilmədi. Sadəcə telefonu sinəsinə sıxdı və yatağın kənarında oturdu. Hələ də yaş saçlarla, yüngül təbəssümlə və içində anlaşılmaz bir hisslə, bəlkə hər şey doğrudan da gerçək ola bilər. O gecə uzun müddət yuxuya gedə bilmədi. Gün boyu yaşadıklarını təkrar-təkrar xatırlayırdı və içində istilik kimi yayılan o duyğunu, sevinç, rahatlıq və nəhayət adını qoyduğu hissi, sevgi.
Anasının narahatlığı belə bunu kölgələyə bilmirdi.